Bu da asan sual. Düzbucaqlı üçbucaq. D katillərindən biri 6-dır. Hipotenuz 10-dur. Üçbucağın perimetrini istəyir. Pifaqor üslüklərinə görə bu 8 olur. Onun ki 3, 4, 5 Pifaqor üslüyü var. Fikir verin. İstənilən ədədə vura bilərsiniz bunu. 2-yə vuranda nə olur? 6, 8, 10. Lap milyona da vurarsan. Olur 3 milyon, 4 milyon, 5 milyon. 100'ə də vura bilərsən. 300, 400, 500. Yəni başa düşdünüz? Yəni nəyə vursan vur, hətta bölə də bilərsən. İstənilən ədədə yenə Pifaqor üslüyü lazım. 10'a da bölsən 10'da 3, 10'da 4, 10'da 5 bu da Pifaqor üslüyüdür. Ya da belə yəni həlli belə olur da x götürsən buna tutaq ki bilmirik də elə x yazaq 8 x-in kvadratı üstə gəl 6'ın kvadratı Pifaqor teoreminə görə bərabərdir 10'un kvadratına. 100'dən 36 çıxanda neçə eləyir? 64. X də bərabərdir 8 görürüz. Yəni müsbət -8 amma tərəf mənfi ola bilməz. 8 perimetr istəyir 6 8 10 eləyir. 6 8 10 cəmi eləyir 24. 24 eləyir. Tələsməyə 6 + 8 14 bəli 14 + 10 24 cavab B variantı.